Odur ki, İranı da biz özümüzə düşmən elədik. Bunu mən etiraf edirəm. Məsələn, yadınızda olsa, siz bayaq dediniz ki, Firuz Lənciyev filmimizdə ilk dəfədir. Sizin bu Azər Freedom'da ilk dəfədir. Bundan öncə üzr istəyirəm, 7 il buradan gedir. 7 ya 8 il bundan öncə 2 ya 3 dəfə ardıcıl sizin qonağınız oldum mən o köhnə Azər Freedom'da. Və orada çox qəribə bir söz var idi ki, sonra sizə böyük etirazlar gəldi. Nədən? Orada mən dedim ki, Ayətullah Xameneyi deyir, biz ona görə Ermənistanın tərəfdarıyıq ki, biz izin verə bilmərik Azərbaycanlılar Qarabağı geri alsınlar. Güya Xameneyi deyir. Zira Qarabağı geri alsalar, sabah da Təbrizi istəyəcəklər. Sizin o çıxışdan sonra bilsin nə qədər mənə zəng edib çəkirlər və hələ oxuyacaqlar. Mən bilirəm, mənim özümə də böyük hücumlar oldu, filandan oldu. Hətta Rusiyada yaşayan Azərbaycanlılar, İrandan, Bakıdan özündən filanlar. Bu bir yalan idi, Qurban bəy. Çox təəssüf ki... Yox, bu yalan sizin efirdə getmədi ha. Bunu deyim, sizin efir 10 ildən sonra getdi sizin efirdə. Bu yalan 10 il öncədən yaradılmışdı. Və o yalanın yaradılmasını mən yaratmışdım. Niyə? Mən 14 yaşımdan siyasətin içində olan bir adam, İran düşməni olan bir adam. Biz hər kiçik, yəni bu siyasətdir. Bu belə olmalıydı. Ən kiçik fürsəti kullanıb İran əleyhinə böldük, pişirdib İran əleyhinə, Azərbaycanın xeyrinə bir işlər görmək istəyirdik. Və mənim yaratdığım 3 qorxunc tarixi yalan var ki, 3'ü də qeydə keçib həqiqət kimin biri də budur. Bunu sizinlə danışmaqdan öncə, yəni təxminən 20 il öncə bu yalanı mən ilk dəfə yaratmışam, yayınlamışam, tarix də qoymuşuq, fakt da yaratmışam. Bir dəqiqə, Firuz bəy, burada bir də xahişinə fasilə verin. Əslən vətənlər, məsələ bilirsiniz nədir? Mən dünən ya sırağa gün efirdə dedim bu sözü. Burada mənim də günahım var şəxsən Qurban Məmmədov olaraq. İran-Azərbaycan münasibətləri, daha doğrusu İran haqqında Azərbaycan ictimai rəyin yanlış istiqamətdə formalaşmasında sağ olsun Firuz bəy indi özünün müəyyən səhvlərini etiraf edib. Bu çox vacib məsələlərdir bunlar. Mənim də şəxsən rolum olub. Çünki inandığım, etibar etdiyim bəzi adamlardan eşitdiyim məlumatları həqiqət kimi xalqıma çatdırmışam. Onlar da nəticə etibarilə İran əleyhinə mənfi bir fikir formalaşdırıb. Baxın, sağ olsun ki, Firuz bəy bunu dedi. Uzun müddət Azərbaycanda ictimai rəy yeridiblər ki, inandırıblar xalqı ki, Ayətullah Xameneyi İran dövləti Qarabağın ermənilərə verilməsinin tərəfdarıdır. Ermənilərin yanındadırlar. Azərbaycanı ittiham edirlər. Belə şeylə danışmaqla xalqımızda İrana qarşı yanlış olan, əsassız olaraq düşmən bir fikir formalaşdırılıb.